Deməli, mövzumuz bizim nə idi? Hafizəmizin, yəni zehnimizin güclənməsi üçün nə işlər görək? Birinci budur ki, təkrar. Ən mühüm iş əzbərlədiyin ayələrin təkrarıdır. Nə qədər təkrar eləsən, öz xeyribədir. Peyğəmbər hədisi var. Buyurur ki, əzbərlədiklərinin qoru, saxla, təkrar etməlilə. Yəni, təkrar etməlilə sən eləyə bilərsən ki, o zehindəşarı yadda saxlasın, yaddan çıxmasın. Başqa bir hədisdə də buyurur ki, əgər hər hansı bir insan gecə və gündüz zəhmət çəkə, qiraat ilə, hifz eləyə, yadında saxlaya, onun bir yoludur ki, yadına qalsın da təkrar eləsin. Yadına qalması üçün təkrar eləsin. Təkrar eləməsə, o zəhmət olacaq heç nə. Yəni, əzbərləmək asandır. Nədir? Çətin yadda saxlamaq. Nə şöyədə saxlayaq? Ən yaxşı və birinci yol təkrardır. Və digər rivayətlərə vardır ki, göstərişlərdə vardır ki, Əhl-i Beytdən hətta hədislər vardır ki, əbədi həsrət deyilən bir şey var. Əbədi həsrət. Onlardan biri hafizin unutmasıdır. Ömürlü insan həsrət çəkir. Mən kaş o vaxt məsələn içində təkrarlayardım. Quran yaddan çıxmasın deyə müəyyən dualar var. Duada Allahdan bir şey istəyirsən. Ki, Allah mənə kömək ol, məsələn, filan şeyliyim. Deyir, səndən hərəkət məndən bərəkət də. Abi, addım at da sən. Mən sənin duavı qəbul elədim. 1 üstə 1 bərabər 2. Duavı qəbul elədim. Demədim, duam Allah mən yaddaşımı saxladı. Ya saxlayıram da. Abi, addım at da sən də. Sən bir təkrarla heç olmasa. Otur ki, Allah mən dua oxuyur, mənim yaddaşım güclü olsun. Abi, belə deyil, bir addım at da. Addım at, mən sənə 2 qat kimi olacam. Hər istəva Peyğəmbərimizdən, məsumlarımızdan və Peyğəmbərimizin İmam Əliyə öyrətdiyi dua var. Mən dua kitabda baxmışam. Və hətta baxdım mənbə, görüm, o kitab var bizim şiə kitablarında. Mən hətta bunu yazaram inşallah, belə videonun altında yazaram. Qrupa da çalışıram atan. Burada bir oxuyum da. Peyğəmbər İmam Əliyə insanın hafizəsinin güclənməsi üçün, yaddan çıxartmasın deyə müəyyən mətləbləri, müəyyən duadır ki, bunu oxuy Allahdan istə. Bismillahirrahmanirrahim. Deməli, dua hardan başlayır? Allahümmə irhamni bitərki məasik əbədən ma əbqəytəni vərhamni min təkəllufi ma la ya'inini vərzuqni husnən nəzəri fima yurzik və əlzim qalbi hifzə kitabikə kəma əlləmtəni vərzuqni ən ətluhu alən nəhvi əlləzi yurzikə anni Allahümmə nəvvir bi kitabikə bəsari vəşrah bihi sadri vətlik bihi lisani vəstə'mil bihi bədəni və qavvini bihi alə zalik və ə'inni aleyhi innəhu la yu'inu aleyh illa ənd la ilahə illa ənd. Ki Allah mən rəhm elə günahımın tərk edilməsində və mənə rəhm elə, sən kömək eləyən, sən ruzi ver, baxışım gözəl olsun, sənə razı olduğun formada və mənim qəlbimi diri qoru, sənin kitabı öyrənməlikdə, öyrətdiyin kimi öyrənməlikdə, onu mənə ruzi ver ki, onu tilavət edim, sənin razı olduğun formada. Allah mən deməli, gözümü kitabın müqabilində daha da nurlu elə, sinəmin genişləndi, dilimi daha da bəliğ elə, yetişdən elə və bədənimi işlənməsində kömək ol və bu işlərə mənə dəstək ol, kömək ol ki, səndən başqa mənə kömək eləyən yoxdur. Belə bir məzmunu mən tərcümə elədim. Bu bir duadır ki, bu dualar qeyd olunub bəzi kitablarımızda. Məsələn, burada mən deyim onu. Musadəkül Vəsail kitabında qeyd olunub bu şiə kitabında. Sonra, bu bir məsələ.
Deməli, təkrar birinci yoldur, ikinci yol nədir? Dua oxumaqlıdır.